Gəlirlər şirniyyat almağa, 4 manatlıq şirniyyat sifariş verirlər. Ondan sonra şəhidimizin qardaşını orada bir manipulyasiya eləyirlər. Həmin bu gördüyünüz xanım Gülnarə Hətəmovadır. Burada 50-liyi uzadır, baxın, sonra təzədən bir də geri alır. Amma 50 manatın əlavəsini alır, gedir. 46 manatı alır, gedir. Və dərhal 102 qaynar xəttinə müraciət elədi. Şəhidimizin valideyni Sumqayıt polisi hərəkətə keçdi. Həmin bu cütlüyü tapıblar, bacıdır və qardaşdır. Onlar gəlib şəhid anasının məkanında dələduzluq eləyirlər. Bir də o qədər israr eləyirlər ki, bu materialı pozun TikTokdan. Bu materialı pozun TikTokdan. Anası çox xahiş elədi. Hətta ağladı, dedim ki, mən pozmayacağam. Qoy, başqaları da görsün ki, belə bir dələduzlar var. Onlar girirlər aptekə, onlar girirlər mağazaya və belə bir dələduzluq eləyirlər. Bir daha da deyirəm, çox xahiş edirəm. Heç kim mənə zəng eləyib deməsin ki, o materialı oradan poz. Bu qızın gələcəyi var, sabah bu qız ana olacaq, sabah bu qız bir ailəyə gedəcək. Valla belə övladınız özünüzü apara bilmirsə, heç kimiz ailəsini də qeyb bədbəxt eləməyə ehtiyacı yoxdur. Özünüzə hörmətiniz yoxdursa, amma özünə hörmət eləməyən adam da şəhidə də hörmət eləyə bilməyəcək. Məsələn, bu tərəfi də var, amma yenə də ən azından heç olmasa o oğlanların ruhuna hörmət eləyin ki, neçə-neçə gənclər, neçə-neçə cavanlar, neçə-neçə oğullar, neçə-neçə atalar bu torpağın azadlığı uğrunda gözlərini yumublar. Ona görə yummayıblar ki, siz rahat bir şəkildə şəhid şəklinin üzünə baxa-baxa orada